Nurla ilk karşılaşmandan sonra içimdə bir qəti inam yarandı. Ölüm mövcud deyil. O sadəcə bədəni ortadan qaldırır. Amma bizim özümüzü yox. O vaxtdan bəri mən Tanrının varlığına və onun bizə olan sonsuz məhəbbətinə tam əminəm. Bu sevgi enerjisi maddi aləmin və bizim onun yaratdığı ruhların bədənlənmiş və bədənlənməmiş varlıqların mövcudluğunu dəstəkləyir. Bu mənim üçün ətrafdakı maddi dünyadakı əşyalardan daha gerçəkdir. Mən Tanrının daim yanımda olduğunu və heç vaxt məni tərk etməyəcəyini hiss edirəm. O zaman isə bu nur hissini anamla bölüşmək üçün içimdə güclü bir istək yarandı. Yaşadıklarım məni elə doldurmuşdur ki, onu mütləq paylaşmalıydım. Ancaq anam məni anlamadı. Sadəcə mövzunu dəyişdi və buna əhəmiyyət vermədi. Dostlarıma isə bu barədə heç nə demədim. İçimdə nəyinsə mənə bunun uyğun olmadığını söyləndiyini hiss etdim. Mən daim bu yüngüllük, sevgi və lütf hissinin təsiri altındaydım. Hərçənd o zaman bu hissləri ifadə edəcək sözlərim yox idi. Əvvəlcə bu nur hissini yenidən yaşamaq üçün onu xatırlamağa çalışdım. Lakin heç bir nəticə vermirdi. Amma nə zaman ki onu gözləməkdən vaz keçdim, təxminən 2 ay sonra tamamilə gözlənilməz bir anda o yenidən məni bürüdü. Yad planetlər 20 iyun 1999-cu il. 1999-cu ilin iyul ayı idi. Mənim 13 yaşım tamam olmuşdu və doğum günümdən düz 9 gün sonra o hadisə baş verdi. O isti yay axşamı biz uşaqlarla gecəyə qədər çöldə oynadıq və nəhayət özümü evdən xeyli uzaqda, kəndin mərkəzi parkının yaxınlığında tapdım. Biz kiçik, ot basmış meydançada top oynayırdıq və axşamın alatoranlığında ayrılmağa qərar verdik. Dostlarım getdi, amma mən biraz da parkda gəzmək istədim. Yüngül meh, çiçəklərin ətri və get-gedə daha parlaq görünən uzaq ulduzlardan zövq alırdım. Parkda iri dəmir yelləncəklər var idi və mən onların üzərində yellənməyi çox sevirdim. Həmin axşam da onlardan yan keçə bilmədim. Üzümə vuran yay küləyinin yaratdığı uçuş hissindən həzz alaraq uzun müddət yelləndim. Axırda yelləncəkdən düşüb evə tərəf yollandım. Lakin açıq havada biraz da çox vaxt keçirmək üçün parkın əsas qapısından deyil, arxa darvazadan çıxmağa qərar verdim. Bu darvaza işıqlandırılmayan bir küçəyə açılırdı. Parkdan çıxıb sola döndüm və asfalt yolda addımlamağa başladım. Qəribə bir sakitlik hökm sürürdü. Kəndin mərkəzi axşam saatlarında adi olan səslər, insanların gülüşləri, söhbətləri, maşınların səsi, evlərdən gələn zəif musiqi, heç biri eşidilmirdi. Hətta cırcıramaların və axşam quşlarının səsi də kəsilmişdi. Fərqinə vardım ki, bu müddət ərzində yanımdan nə bir maşın keçdi, nə də bir nəfərə rast gəldim. Amma bu mənə qəribə gəlmədi.
Çünki getdiyim küçə həmişə axşamlar kifayət qədər sakit və qaranlıq olurdu. Birdən alatoranlıqda qarşıda iri qara üçbucaq gördüm. O üfüqi vəziyyətdə üst ayağın üzərində dayanmışdı. Onun mərkəzində bir qapı vardı və qapıdan yerə doğru kiçik bir pilləkən uzanırdı. Yanında isə 5 hündür qaranlıq fiqur dayanmışdı. Onlara yaxınlaşdıqca anladım ki, bunlar insandan qat-qat hündür idilər. Təxminən 3 metr boylarında. Onların boynu yox idi. Başları birbaşa bədənləri ilə birləşirdi. Üst sayılan yerdə 2 parlaq sarı göz yanırdı. Biraz yuxarıda, alın nahiyəsində isə 3-cü qırmızı rəngli bir göz var idi. Bu qəribə varlıqların görkəminə tam təəccüblənməyə macal tapmamışdım ki, onlardan biri qəflə aşağı, qalın kişi səsi ilə, təmiz rus dilində soruşdu. Sən kimsən? Bu səsi və rusca danışdığını eşidəndə bir qədər sakitləşdim. Hətta səsimdə biraz tündlük hiss olunacaq şəkildə cavab verdim. Bəs sən kimsən? Dərhal cavab gəldi. Mən Kirxitonam. Başqa seçimim yox idi. Mən də özümü təqdim etdim. Mən isə İrinayam dedim. Birdən o yenidən soruşdu. Bizimlə uçmaq istəyirsən? Elə həmin an beynimə bir şimşək kimi çaxdı ki, qarşımda duranlar yad planetlərdir. İndiyə qədər düşünürdüm ki, bəlkə kəndimizdə hansısa film çəkilir və bunlar sadəcə kostyum geyinmiş aktyorlardır. Amma baş verənlərin əsl mahiyyətini anladıqca qəlbim sürətlə döyünməyə başladı. Əllərim tərlədi. Buna baxmayaraq demək olar ki, sakit bir tonda soruşdum. Hara? Ora. Haradakı biz yaşayırıq. Təbii ki, kosmosa uçmaq, başqa bir planet görmək mənə inanılmaz maraqlı gəlirdi. Ancaq bunun çox uzaq olduğunu və səyahətin uzun çəkəcəyini anlayırdım. Səsimdə biraz təəssüflə dedim. Mən sizinlə gedə bilmərəm, çünki anam evdə məni gözləyir. Əgər uzun müddət geri qayıtmasam, narahat olacaq və məni axtarmağa çıxacaq. Birdən bir səs eşitdim. Bir neçə dəqiqə sonra yenidən burada olacaqsan. Dərhal ona inandım və içimi sevinç hissi bürüdü. Qorxu və ya tərəddüd keçirmirdim. Əksinə Kirxidonun yanında tamamilə güvəndə olduğumu hiss edirdim. Kirxidon çevrildi və üçbucağın içindəki girişə tərəf yönəldi. Mən isə daha çox düşünmədən onun ardınca getdim. Digər 4 yad planetli isə heç bir söz demədən arxamızca addımladılar. Üçbucağın içi olduqca işıqlı idi, amma heç bir lampa görünmürdü. Divarlardan biri boyunca sanki həmin divarın bir hissəsi kimi görünən oturacaqlar düzülmüşdü. Qapıya baxmaq istədim, lakin artıq orada qapı yox, bütöv bir divar vardı. Kirxiton dedi, otur və saymağa başla. Mən oturacağa əyləşdim, o isə sağ tərəfimdəki düymələrlə dolu masaya yaxınlaşaraq nəsə etməyə başladı. Digər 4 yad planetli isə qarşı tərəfdə dayanmışdı. İçində yaranan gərginliyi azaltmaq üçün saymağa başladım. Lakin heç bir qeyri-adi hissiyat yaşamırdım. 15-ə qədər saydıqdan sonra Kirxidon mənə yaxınlaşdı. Gəl, çatmışıq. Yenidən qapının olduğu yerə baxdım və onun artıq açıq olduğunu gördüm. Qarşımda dayanan 4 yad planetli
çıxışa doğru yönəldi. Biz isə Kirxitonla onların ardınca getdik. Üçbucağın içindən çıxanda ətrafım gündüz olduğunu gördüm. Günəş parlaq saçırdı, lakin işığı qəribə, ağ bənövşəyi rəngdə idi. Hava olduqca isti idi və hər yeri yanan kibrit qoxusu bürümüşdü. Ətrafı nəzərdən keçirdim. Üçbucaq düz, boz rəngli bir səth üzərində dayanmışdı. Bu örtük asfalta bənzəyirdi və hər yerdə eyni idi. Uzaqda pəncərəsiz, iri, qara binalar görünürdü. Kirxiton irəli getdi. Mən də onu izlədim. Bir neçə dəqiqədən sonra gözlərim sulanmağa başladı və boğazımda qəribə bir yanğı hiss etdim. Kirxiton məni binalardan birinə apardı. İçəridə eyni qoxu vardı, amma daha zəif hiss olunurdu. Biz pəncərəsiz, geniş və işıqlı bir otağa daxil olduq. Maraqlıdır ki, işıq olmasına baxmayaraq heç bir lampa görünmürdü. Kirxiton dedi, bura bizim mağazamızdır. Sonra qabaqda yerləşən hündür, qara bir masanı göstərərək əlavə etdi. Burada mallar yerləşir. Masanın yanına yaxınlaşdım, amma hündür olduğuna görə üzərindəki əşyaları görə bilmədim. Bunu hiss edən Kirxiton arxadan mənim qolumdan tutaraq bir qədər qaldırdı. Masanın üzərində şəffaf bir materialın altında müxtəlif əşyalar var idi. Gözüm lələkləri yorulmuş, bizim dəvə quşuna bənzəyən bir quşa sataşdı. Həmçinin uzun, qara bir çubuq gördüm. Kirxiton onu göstərərək dedi, bu isə fənərdir.